Demək, çəkdiyimiz videolardan sonra, yəni mənə bir ətrafımda olan insanlardan gələn sualdır ki, hansı ki protez istifadə edən bir xanımda yaralar əmələ gəlib. Yəni o niyə görə olur, nədən yaranır, qarşısını necə almaq olar? Başım məşhur oldun da sən də. Sən də məşhur elədik. Xəstələrdən tələblər gəlir. Ki, məndən soruşsun, getsin orada desin. Qoy mən hamıya deyim, o xanımlar da, o bəylər də, videoya baxan adamlar bilsinlər. Protez dişlər bəzən damağı yaralaya bilir. Niyə? Sən çəki azaldırsan və ya çəki artırırsan, oradakı ölçü düz gəlmir. Nəticədə yaralar yaranır. Və o yaralar da sonra nə yemək olunur, nə içmək olunur və s. Bir də ondan əlavə protezi olmayan adamların da ağzının içində olan yaralar, ağız daxili göbələk, ondan sonra diş müalicəsindən sonra, yəni diş çıxar, diş çirk eləyibsə, qaynar su istifadə eləmisiniz, çay ya yemək, ağzın içində stomatitlər yaranıbsa, istifadə edə biləcəyiniz 2 ucuz vasitə göstərəcəm. Bunu eləyirsiniz və problem bitir. Real şəkildə problem bitir. Bu necə bir şeydir, onu deyim sizə. Videonu belə skrin eləyin, mütləq şəkildə. Videonu belə skrin eləyin. Deməli, Yosept 1%li və Aftin gel. Bu ikisi bir yerdə haradasa 14 manat, 15 manat pul tutur və bunu edirsiniz. Gündə 3 dəfə Yosept 1%li ilə ağzınızı qarqara eləyirsiniz. Heç bir su qatmırsınız, suya ehtiyac yoxdur. Qarqara elədin mi? Yarım saat gözləyirsən ki, o işini görsün orada. Antiseptik, təmizləyicidir. Sonra götürürsən Aftin geli, qapağını çıxardırsan, ağzında, əlində belə ucundan tutursan, arxa dişində problem, ora qədər salırsan, biraz basırsan və yaxud protez yarası deyil, harası protezin hansı dişin altını vurubsa, onun altına protezin içinə çəkirsən bir damcı, qoyursan, keçirirsən ağzına, qalır orada, o iş prinsipini həyata keçirilir. Və bunun üstünlüyü nədir? Barmağına vurmursan ki, əlində mikrob ola bilər, o yarıya mikrob keçə bilər. Bunun özünü hazır salırsan, tam steril şəkildə bunu həyata keçirirsən problemi və gündə 3 dəfə Yoseplə qarqara, yarım saat gözləyirsən, sonra Aftin geli vurursan, yarım saatda gözləyirsən mütləq şəkildə ki, problem həll olunsun. Bu qədər sadədir, apteklərdə də var. Hansı aptekə geçsəz desə yoxumdur, deyin depoda var, oradan sizə gətirsin, yaxşımı? Yəni, bütün depolarda var. Videonu bəyənin, paylaşın, fikirlərinizi yazın və növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın, sağ olun, hələlik.